Peyğəmbərimiz buyurur ki, dəstəmaz alarkən əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammedən Rasulullah. Hər kəs dəstəmaz ala, kəlmə-i şəhadəti dilinə gətirsə, cənnətin 8 qapısının hamısı onun üzünə açılacaqdır. Həmən şəxs o qapıların hansı birindən istəsə, oradan cənnətə daxil olacaq. Deməli, dəstəmaz alarkən yaxşı olar ki, biz kəlmə-i şəhadətimizi də demiş olaq. Və dəstəmaz alarkən, məsələn, vacib namaza hələ var, yaxşı olar ki, möminlər 2 rükət namaz qılsın, hər hansı bir namaz. Hacətun var, hacət namazı, şükür namazı, məscidə gəlmisən, təhiyyə namazı və s. Həzrət buyurur, diqqət eləyirsünüzsə, kim dəstəmaz alsa, amma ardınca buyurur, yaxşı dəstəmaz alsa. Bunun mənası həm dəstəmazın zahiri hökmlərinə və həm də batini hökmlərinə, yəni diqqətli olmağımız və s. əməl etməyimizdir. Mükəmməl şəkildə, gözəl şəkildə dəstəmaz ala və bütün qəlbi və zahiri və batini ilə qibləyə istiqamətlənə 2 rəkət namaz qıla, Həzrət buyurur ki, Allah cənnəti ona vacib edəcəkdir.